Salam qardaş. Deməli, bu bizim qapımızdır. Opşu qapıdır. Bu da yolumuz. Burada da şotçiklərimdir. İşığın, qazın şotçiyidir. Deməli, girdik həyətə. Həyətim 4 sotdan ibarətdir. Burada girən kimi solda bir şambu var. Yəni üstündə nəsə timək də olar. Bir harısı yarım maşın kubikində var həyətdə. Bu ağaçlığımdır, meyvə ağaçlarıdır. Yəni ki, gətirir hamısı. Sonra 4 sotun içində tikilmə yerdir. Deməli, orada 11 tondan yuxarı çənim var. Yəni qoşa divardır. Burada biraz külək dağılıbdır evin. Küləklə olan vaxtlarda indi yığışdıra bilməmişik. Deməli, burada əldamıdır arxasında, evin arxasında.